xoş gördük. Mən Aydan Quliyeva bu imtahanında riyaziyyatdan ilk 6 sualın heç birini yaza bilməmişdim. Adam mektəbində təhsil alıram. Qıraqdan kim nə deyir, kim nə danışır, havalara uçma, sən o qədər bal yığa bilməyəcəksən və tam güzəştlə oxuyuram. Ona görə siz özünüzü birinci güvənməlisiniz. Dünün də tətbiq etdiyim plana görə 1 aylıq qəbul imtahanına hazırlaşdığımız zaman necə quraq, bugün ondan danışacağıq. Elə isə başlayaq. İlk öncə onu bildirmək istəyərdim ki, hansı qrupa, hansı fənnə hazırlaşdığınızdan asılı olmayaraq çalışın ki, 1 aylıq qəbul imtahanına qalan müddəti çox planlı şəkildə işləyin. Mən sizə example verirəm, misal çəkirəm ki, necə işləyə bilərsiniz. Məsələn, son 1 ay dediyimiz sadəcə 4 həftədən ibarətdir və bəlkə də siz bunu izləyəndə artıq daha az bir müddət qalmış olacaq. Sizlərə ən böyük məsləhətim ondan ibarətdir ki, çox abituriyent var ki, götürür, yaxşı bildiyi mövzuları təkrar-təkrar işləyir, yaxşı bildiyi mövzuları, qaydaları təkrar-təkrar oxuyur. Xeyr. Siz zaten özünüzü ilk öncə onunla aldatmış olursunuz. Çünki siz bilirsiniz ki, okey, mən riyaziyyatda limiti bilmirəm. Mən riyaziyyatda törəmədə çətinlik çəkirəm. Deməli, siz limitlə törəmədən qaçmalı deyilsiniz. Siz limitlə törəməni daha çox işləməlisiniz. Və 1 ay qalmış sizə ən böyük məsləhətlərimdən biri odur ki, məsələn, götürdüyünüz riyaziyyatdan limitlə törəməni işlədiniz, yəni ümumi sınaqlarda qarşınıza çıxdı. Görürsünüz ki, siz limiti yaza bilmirsiniz, siz törəməni yaza bilmirsiniz. Siz getməlisiniz, qaydalarını oxumalısınız, yenidən araşdırmalısınız, yenidən baxmalısınız və təkrar-təkrar onları tətbiq eləməlisiniz. Və heç vaxt çalışmayın ki, çətin mövzudan qaçasınız. Çünki əgər çətin mövzudan qaçsanız, o sizə imtahanda gedəndə sizi bu narahat eləyəcək ki, siz yaxşı bildiyiniz mövzulara fokus olmayacaqsınız. Siz düşünəcəksiniz ki, ayda limit düşsə, kaş limit düşməyərdi, kaş törəmə düşməyərdi, mən yaxşı yaza bilərdim. Sizdə bir narahatlıq olacaq içinizdə. Mütləq çalışın hər bir mövzunu, yəni müəyyən dərəcədə heç olmasa biləsiniz ki, onlardan narahat qalmayasınız. Və gəldik və çox gələn sual odur ki, sizcə qayda işləyim, sınaq işləyim, ya toplu işləyim? Əziz abituriyentlər, mən sizə məsləhət görərdim ki, bacardığınız qədər köhnə illərin qəbul sınaqlarını işləyin, qarışıq testlər işləyin. Çünki siz mövzuları, bugün məsələn natural ədədlər, mən adətən riyaziyyatın üstündən nümunə verirəm və bütün fənlərdə siz bunu tətbiq edə bilərsiniz. Olsun tarixdə deyim, məsələn ümumi tarix, Azərbaycan tarixi, nə bilim feodalizm və s. və ilaxır. Bunları bilirsiniz ki, ayrı-ayrı işləyəndə sizin beyniniz elə fokuslanıb ki, siz mövzuları ayrı-ayrı öyrənmişsiniz. Ayrı-ayrı işləyəndə sizə okeydir. Amma bu qarışıq test şəklində olduqda siz bunda çətinlik çəkə bilərsiniz. Çünki siz bilməyəcəksiniz ki, burada nə istəyir bizdən, nə soruşur, nəyə fokus olaq. Ona görə bacardığınız qədər, əlinizdən gəldiyi qədər qarışıq testlər işləyin. Əgər birinci qrupsunuzsa, kimyadan, fizikadan, riyaziyyatdan əlinizdən gəldiyi qədər situasiyalar, yəni açıq suallar demək istəyirəm. Sizdə biraz proqram dəyişilib. Açıq suallar da çox işləməyə çalışın. Gəldik, riyaziyyat düsturları, fizika formulaları, kimya formulalarını necə öyrənə bilərik, əgər bunu soruşursunuzsa məndən. Siz formulaları ancaq kitabdan görərək öyrənməyə çalışsanız və beyninizə saxlamağa çalışsanız, bu sizdə alınmayacaq. Nə etməlisiniz? Siz formulanı gördünüz ya da bir formulanı bildinizsə, o birisini çıxarda bilirsiniz. Çalışın başa düşərək öyrənin. Əzbərləmək, yəni bəzilərində işləyir, bəzilərində işləmir. Mən hər ehtimal üçün danışıram. Və nə edə bilərsiniz? Gözünüzün gördüyü yerlərə bu düsturları balaca-balaca not şəklində yapışdıra bilərsiniz. Balaca notlara yazın, hər gün o notlara baxın və yaxud da mən nə edirdim? Mənim kiçik bir kitabçam var idi, belə notebook şəklində. Ora mən bütün demək olar ki, yadımdan çıxan düsturları oraya yazmışdım, xırda-xırda. Və bu mənim hər zaman yanımdaydı. İstəyir nəqliyyatda olsun, istəyir bir, bilirsiniz, abituriyentin qonaq günləri olmur, qonaqlığı olmur. İstəyir, harasa getdiniz, hər zaman bu mənim yanımda olurdu. Niyə? Çünki göz gördükcə yadda saxlayacaq onu zaten. Siz nə qədər çox görürsəniz, o qədər çox yaxşı yadda saxlayacaqsınız. Bu detallara da mütləq önəm verin. Zaten Azərbaycan dilində, ədəbiyyatda bunlarda
elə bir də əzbərləməli bir şeyləri yoxdur və dediyim vasitələri zaten o fənlərə də tətbiq eləyə bilərsiniz. Və ümumi danışmağa gəldikdə isə mən sizə bir mental cəhətdən də deyərdim ki, mentalınızı sağlam tutun ən böyük. Siz əgər bu testləri qorxaraq işləyirsinizsə və yaxud da işləyirsiniz, çalışırsınız, amma özünüzə bir belə qram deyim güvənmirsinizsə, sizdə heç nə alınmayacaq zaten. Ona görə siz özünüzə birinci güvənməlisiniz. Qıraqdan kim nə deyir, kim nə danışır, bilirəm, yəni Azərbaycan mentalitetində belədir. Qohumlar, qonşular, hər kəs danışacaq ardınızca ki, əşi, sən ki oxuyursan, nə bilim, çox havalara uçma, sən o qədər bal yığa bilməyəcəksən. Burada sizə bir yaxın kimi danışıram və bəzən lori dildə sözlərdən istifadə edə bilərəm ki, sizə bütün hiss və həyəcanlarımı daha yaxşı çatdırım. Yəni, heç nəyə qulaq asmayın. Siz əgər öz içinizdə bilirsinizsə ki, siz kimsiniz, siz nəyə qadirsiniz, deməli, onu da bacaracaqsınız. Və Allahın sizin üçün qurduğu plana hər zaman güvənin. Siz düşünməyin ki, mən aşağı bal toplayaram, istədiyim universitetə girə bilərəm. Siz nə bilirsiniz ki, Allah sizin üçün necə bir plan hazırlayıb? Sizin üçün ən gözəlləri bəlkə də olacaq. Bir abituriyent var idi, mənim konsultasiyalarıma yazılmışdı, hansı ki, belə deyim də, çox pis idi. Deyirdi ki, mən istədiyim universitetə düşmədim, Ada Universitetini istəyirdi, amma Qarabağ Universitetində düşmüşdü. Bir ildə artıq Qarabağ Universitetində təhsil alır, yəni bir il deyil də 6 ay, 7 ay belə. Mənə yazıb ki, Ayda xanım, siz çox doğru deyirsiniz. Həqiqətən də mən yaxşı ki, elə Qarabağ Universitetindəyəm. Həyatımda o qədər gözəl şeylər baş verir ki, mən indi anlayıram siz nə demək istəyirsiniz. Və burada da deyim ki, əgər pissinizsə, əgər motivasiyaya ehtiyacınız varsa, kimləsə danışmaq istəyirsinizsə, bir həftəlik, 2 həftəlik həyatınızı düzənə salmaq istəyirsinizsə, bəzi abituriyentlər var ki, 2-ci mərhələdə hazırlaşacaq, amma mental cəhətdən özünüzü yaxşı hiss eləmirsinizsə, konsultasiyalarıma yazıla bilərsiniz və abituriyentlər üçün bu çox gözəl fürsət olacaq. Yazılmaq üçün Instagram səhifəmi burada yerləşdirirəm. Sizə Aydan altdan xətt educoach, ora yazsanız mən sizə geri dönüş eləyəcəm. Konsultasiya barədə məlumat verəcəm ki, necə baş verir və çox narahat olmayın, çox kiçik bir ödənişlərdir. Abituriyentlər üçün belə bir fürsət yaratmışam. O 2 həftə ərzində mən çox abituriyentlə əlaqə qurmuşam bu konsultasiyalar ərzində və burada onlardan gələn şərhləri sizə bölüşürəm. Çox yaxşı giriş dördüşləri var. Sizin həyatınızı, özünüzü, düşüncələrinizi o qədər dəyişir ki bu konsultasiya. Yəni mən buradan zaten sizə çox gözəl enerjilər ötürdüyümü düşünürəm. Çünki gələn şərhlərdən də bunu bilirəm və mənlə də fərdi olaraq da əlaqə saxlaya bilərsiniz. Əgər buradan bizi izləyən abituriyentlərdən var ki, yəni kiçik siniflər 8, 9, 10, 11 riyaziyyat dərsləri üçün də mənlə də əlaqə saxlaya bilərsiniz. Hər birinizə bol-bol uğurlar arzu edirəm. Və onu da qeyd edeyim ki, imtahan günü özünüzə su götürürsünüz, mütləq stres, həyəcan mütləq ki olacaq. Amma imtahanda ilk girdiyiniz və çətinlik çəkdiyiniz anda gözlərinizi yumun 2 saniyə, 3 saniyə düşünün. Mən 3-4 ildən sonra, 1 ildən sonra harda olmaq istəyirəm? Mən bura niyə gəlmişəm? Bilirsiniz ki, imtahanda, riyaziyyat imtahanı, yəni də qəbul imtahanında riyaziyyatdan ilk 6 sualı heç birini yaza bilməmişdim. Çünki stres, həyəcan məndə də var idi. Mən o anda o texnikanı tətbiq elədim. Və ona düşündüm ki, yox, Aydan, sən bura niyə gəlmirsən? Aydan, sənin məqsəd və hədəflərin var. Sən fokus olmalısan. Bu sənin gələcəyə atacağın bir addımdır. Bunları hər zaman öz qulağınızda səsləndirin. Siz ən gözəlini bacaracaqsınız. Özünüzə güvənin, inanın və siz Aydanın izləyicilərsiniz. Ən gözəlini siz bacaracaqsınız. Nəticələrinizi sonra gəlib şərhlərdə mənimlə bölüşərsiniz. Sağ olun, salamat qalın.